Ailədə neçə bacısınız siz? Mənim bacım, qardaşım yoxdur, tək evladam. Doğrudan. Bəli, mən evin tək qızıyam. Bacı, qardaş tərəfindən mən çox yaralıyam. Uşaqlıqdan o qədər arzulamışam ki, bacım olsun, qardaşım olsun. Məsələn, bayramlarda indi də görürəm ki, hər kəsin evinə bacısı gəlir, qardaşı gəlir, bacı ilə dərdləşirlər. Amma mənim bacım yoxdur. Düzdür, gözəl ailəm var. Allah anama uzun ömür versin. Gözəl həyat yoldaşım var, balam var. Amma ki, bacı başqadır, bacı bir rəfiqədir. Bacım olsaydı, bəzən fikirləşirəm ki, bütün dərdimi, bütün ürəyimdə olan arzularımı onunla bölüşə bilərdim. Bəzən həyat yoldaşı ilə, ana ilə bölüşə bilmirsən, bacı istəyirsən. Nə rəfiqəyə güvən yoxdur, heç kimə güvən yoxdur. Kaş bir bacım, qardaşım olardı. Qismət olma, bugün... Qismət olmadı. Təkəm, tək evladam. Əslində, evlad olaraq təksən bugün... Allah özü bilən məsləhət. Bəli, bəli. Allah özü bilən məsləhətdir. Bugün sənin valideynlərin də, bugün sənin həyat yoldaşın, bugün sənin dostların, qohumun, əqrabın səndən fəxr edir. Çünki biz ətrafımızda indi danışırlar da, Günəşi də deyəndə, başqa bir xanım da deyəndə, bu tamaşaçılar, Gövhər xanım, siz indi illərdir bu sənətdəsiz, geyimə böyük bir qiymət verirlər. Səhnədə özünü aparmasına, o hər biri bir tamaşaçı, ondan hər birini bir baxır, deyir kim necə gəlir, kim necə gedir. Günəş haqqında da yaxşı fikirlər deyirlər. İnşallah ki, həmişə onu qoruyub saxlayasan Günəş. Çox sağ ol İbrahim, minnətdaram. Təşəkkür ederim. Çox sağ olun.